Və bu gün biz baş prokurorluqda olduq. Aha. Baş prokurorluqda qəbul şöbəsində bizi çox hörmətli şəxs, məşhur şəxs qəbul etdi. Gözəl. Və oradan birbaşa Bakı şəhər baş prokurorluğuna zəng vuraraq Şəbnəm xanımgili tapşırdılar. Biz getdik Bakı şəhər prokurorluğuna da və Bakı şəhər prokurorluğunda birbaşa Xəzər rayonun hüquq mühafizə orqanı ilə, demirəm hansı hüquq mühafizə orqanı, hüquq mühafizə orqanı ilə əlaqə saxladılar. Məsələ, əziz tamaşaçılarımız, Xəzər rayon Bina qəsəbəsi Sürçülü safxozunda baş vermişdir. Deməli, materialla birbaşa Bakı şəhər prokurorluğun məlumatı yox idi. Həm də baş prokurorluğun məlumatı yox idi. Və material Bakı şəhərinə bugün gətirildi və Bakı şəhər prokurorluğunda araşdırma aparılaraq baş prokurorluğa material tələb olunacaq, baş prokurorluq tələb edəcək, o işə baxacaqlar. Mən tam əminliklə söyləyirəm, bu istintaq sirridir. Burada mən çox şey açıqlaya bilmərəm və mən bunu tam əminliklə deyirəm ki, hüquqi qiymət yüksək səviyyədə veriləcək və iki şəxs zərər çəkənlər öz ifadələrində bildirsin ki, nə cür onları yüksək səviyyədə qəbul edərək və nəticəmiz, bugünkü nəticəmiz çox uğurlu və bəzi göstərişlər də verildi ki, ekspertiziyalardan keçməlidir və ona bir daha da qısa məlumat verim ki, qısa hüquqi qiymət verəcək. Bilirsiniz nədərdir? Gəlin Azərbaycan dövlətimizin qədrini bilək. Gəlin bizim hüquq mühafizə orqanlarına dildə tərif yox, faktlara söykənərək vətəndaşlar hər bir zaman ayıq-sayıq olmalıdır ki, Azərbaycan dövləti vətəndaşın anasıdır, atasıdır. Vətəndaşın yanındadır. Hüquq mühafizə orqanları bugün də yüksək səviyyədə xidmət edir. Təşəkkür. Həm mən üzrsə hüquq eksperti olaraq müdaxilə elədim, həm də ARHD-AS saytının rəhbəri olaraq müdaxilə elədim. Həm də çıxış yolunun eksperti olaraq.